4 mövsüm üzrə biz baxanda hər mövsümün öz xüsusi xəstəlikləri var. Adətən avqust ayı, aprel ayı, noyabr ayı və yanvar ayı xəstəliklər ayıdır və bağçaların həqiqətən biraz uşaq sayının azaldığı aylardır ki, bu aylarda həqiqətən biz problem yaşayırıq. Ancaq valideynlər ümumiyyətlə bir məsələdə çox vacib qərarlar verməlidirlər. Nə? Əgər uşaq 6 yaşa qədər dövrdə immun sistemini formalaşdırıb bitirməsə, yəni həmin mühitə adaptasiya olmasa, yəni cəmiyyətə, sosial mühitə və ümumiyyətlə insan fiziki mühitə adaptasiya olmasa, məktəb dövrü də bu şəkildə davam edəcək. Yəni bu xəstəliklər yalnız bağçada baş vermir də, bu xəstəliklər məktəbdə də baş verir və biz görürük ki, immuniteti güclü olan uşaqlarda bu cür problemlər olmur. Biz valideynlərə həmişə belə bir şey belə deyək də danışırıq. Siz bu problemlər yalnız belə deyək də bu mövsümi xəstəliklər dövründə baş vermir. Bu problemlər uşaq bağçaya gələndə də baş verir. Yəni uşaq bir həftə bağçaya gedirsə, artıq valideyn bir 6 ay uşağını bağçaya gətirmir ki, uşağın bağçada xəstələnir, uşağı bağçaya aparmıram. Bu çox problemli bir məsələdir. Niyə? Baxın, bizim evimizdəki bakterial mühitlə bağçanın və yaxud da cəmiyyətin bakterial, yəni fiziki mühitləri eyni deyil, bakterial mühiti eyni deyil. Uşaq istər-istəməz öyrəşdiyi bakterial mühitdən çıxıb başqa bir bakterial mühitə, hətta nənəsi gilə, bibisi gilə, xalası gilə gedib qayıdandan sonra da uşaq xəstələnir və valideyn buna o qədər diqqət eləmir. Ancaq bağçaya gedib xəstələnib qayıdan uşağa həmin reaksiya verir ki, uşaq bağçaya gedən kimi xəstələnir. Xeyr, uşağın bədəni həmin bakterial mühitlə mübarizə aparmağı öyrənir. Və valideyn başa düşməlidir ki, immun sistemi bağçada və yaxud da digər mühitlərdə, yəni mühitini dəyişdikdə formalaşmağa başlayır. Əgər uşaq torpaqla oynamırsa, uşaq otla oynamırsa, uşaq əlini hər hansı bir çirkli nəyəsə vurub sonra əlini yumursa, yəni o infeksiyalarla mübarizə aparmırsa bədən, qızdırma nədir? Qızdırma bədənin digər bir hər hansı bir infeksiyaya və bakteriyaya mübarizə aparmaq yoludur. Bədənimizin bunu özünü göstərmək yoludur. Ona görə mən bütün valideynlərə ən vacib verəcəyim tövsiyələrdən biri odur ki, heç vaxtı uşaqlarını immun sisteminin formalaşması üçün lazım olan bakterial mühiti tez-tez dəyişməlidirlər və bu bakterial mühitdə öyrəşmələrinə imkan yaratmalıdırlar. Bu bağça da bunlardan ən gözəl bir yerdir.